Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Bugün mən pərpətöyündən salat hazırladım. Sərімsaqlı, qatıqlı, çox dadlı, həm də xeyirlidir. Əziz izləyicilərim, hazırlama qaydasını sizinlə paylaşmaq istəyirəm. Keçirəm hazırlama qaydasına. Əvvəlcə pərpətöyünləri, yəni həyətdən yığmışam. Təmizləmişəm, yumuşam. Aş üzərində saxladım ki, suyu tam süzülsün. Ondan sonra doğradım. Çox da xırda doğramıram, çox da iri olmayaraq. Videoda göründüyü kimi doğrayıb hamısını yığdım qazana. Qazana su əlavə elədim, qoydum qaynasın. Su qaynayandan sonra duz əlavə elədim. Sonra bu pərpətöyünləri əlavə elədim. Bir burun qaynatdım. Qaynayan kimi pərpətöyünləri sudan çıxardıram. Biraz qaynadı, bəs eləyir. Yəni yoğun kötükləri yumşalsın, bəsdir. Yığdım aş süzənə və qoydum. Həm soğusun, həm də suyu tam süzülsün. Bu arada keşniş, şüyüd, biraz petruşka var idi. Arasında soğan da var, göy soğan. Yəni soyuducuda olan göyərtilərdən doğradım. Bir də sərімsaq tyorkadan keçirtdim. Ondan sonra təzə xiyardan nazik o yüz bu yüz ara bir qabığını soydum və xırda doğradım. Siz istəsəz süzgəcdən keçirdə bilərsiniz və yaxud da uzun sol doğramaq olar. Mən belə xırda doğradım. Xiyarlar da doğrandı. Qaba biraz pərpətöyün əlavə elədim. Doğradığım xiyardan, doğradığım göyərtidən, bir də sərімsaq. Bunları qatışdırıb, bura biraz qatıq, biraz da smetan əlavə eləyib, biraz da duz vurdum. Duz zövqə görədir. Əziz izləyicilərim, əslində burada xiyar da, göyərti də, sərimsaq da, bunlar hamısı zövqə görədir. Xiyarını bol eləyə bilərsiniz, az eləyə bilərsiniz və yaxud da sərimsağını. Duz da həmçinin zövqə görə duzu əlavə eləyib yaxşı qatışdırdım. Mən hamısını hazırlamadım. Çünki qatıq smetan evdə az olduğuna görə bir hissə hazırladım ki, sizinlə paylaşım. Siz də hazırlayın, əziz izləyicilərim. İnşallah hazırlayıb bəyənərsiniz, güman edirəm. Hazırlayan hər kəsə nuş olsun. Sağ olun, sağlıqla qalın.